здравствует наш суд! Самый гуманный суд в miri! Hə, düz təxmin etdiniz. Məhkəmədən danışacaq. Femidanın körlüğü elə bu məhkəmə üçün keçərlidir desəm, yəqin ki, yanılmaram. Dünyanın göz yumduğu ədalət körlüğündə Dilgən və Şahbaz gözü bağlı, haqdan, işıqdan, insanpərvərlikdən və yeməkdən körlüq çəkərək sorğulandı. Niyə bura gəlmisiniz? Anamın məzarını ziyarət etməyə. Əslində sual da cavab da sadədir. Bəs onda niyə məqsədi məzar ziyarət olan bir səfər cinayət aktı? Onu özündə cəsarət taparaq gerçəkləşdirənlər diversant, qatil kimi damğalanaraq yargılanmalı, üstəlik riqqətin feyziyabı kimi bu şou təkrarlanmalıdır. Özü də prezidentlərin Parisdə görüşdüyü gündə. Əslində ermənilərin bununla təkcə torpağınızı işğal edib üzərində möhkəmlənmirəm, qəbirlərinizi dağıdıb baş daşlarını satmıram, uşaqlarınızın, qadınlarınızın qanında əlimi yumuram, həqiqətin ağzını Amerika, Rusiya, Fransanın kirli maraqlarından güc alaraq yalanlarla yuyuram. Üstəlik torpaq qəsb etdiyim halda mən məzlum, sən 21 illik həsrətə dözməyib dədə-baba yurdunun qarabalıqlarına ayaq bassam, cani olarsan mesajının polifonik əks sədası idi. Əks-səda demişkən, məhkəmə şousundan bir neçə gün əvvəl ermənilər 1994-cü ildə girov götürərək lentə aldığı əsirlərimizin görüntülərini 20 ildən sonra yayımladı ki, kadrlarda ermənilərin gön mərhəmət damarını tutduğu, əsirlərin qeydinə qaldığı car çəkilirdi. Bu görüntülərlə insanların nəinki yaralarının qaysağı qopurdu, həm də niyə indi sualı belini bükərək cavab axtarırdı. Ta Dilgəmgilin məhkəməsinə qədər. Çünki ermənilər bu qurama xeyirxahlıqları ilə Dilgəm və Şahbazın hələ ruhu demirəm, fiziki vəziyyətində yaratdıqları deformasiyanı örtbasdır etməyə çalışsalar da göz gördüyünə inanır. Baxın, bu onların girov götürüləndən əvvəl və sonraki halları. Fiziki durumu həddən artıq aşağıdır. Onun çəkisinin 60-70% itif. Amma ən dəhşətlisi, ən ağırlısı girovların nə bu haləti, nə də düşdükləri durum idi. Qəzab doğuran məhz Dilgəm Əsgərov və Şahbaz Quliyevin geri qaytarılmasının Soçi görüşündən bu yana, hətta Paris təmaslarında da əsas danışıq mövzusu olmasına rəğmən, Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin sözçüsü sayılan, əslində isə heç kim tərəfindən sayılmayan Jen Psaki'nin münasibəti oldu. Xüsusilə bu məsələ ilə bağlı məlumatım yoxdur. Bununla mütəxəssislər maraqlanacaqlar. Deyə bilərəm ki, münaqişənin sülh yolu ilə həllində atılan addımları dəstəkləyirik. Lap bu yerdə deyərlər, sən Allah, doğrudan xəbərsizsən? Qulağının dibində bu qədər həngamənin qopmasına rəğmən, düzü söhbət Psaki olduqda hər şey mümkündür. Dövlət Departamentinə elə düz yolla gəlib çıxmayan bu xanım, təəssüf ki, internetdə axtarış verən kimi kütbeyinli, lalağı, obyekti kimi üzə çıxır. Məsələn, məşhur karusel lətifəsini xatırlasaq, heç də pis olmaz. Ukraynadakı seçkidən danışanda Psaki orada məntəqələrdə karusel tətbiq olunub deyərkən, Associated Press-in müxbiri Mitli onunla əməlli başlı məzələnir. Savadsızlığıma görə bağışlayın, xanım Psaki. Seçki karuseli nədir? Boynuma almalıyam ki, bilmirəm. Mən sadəcə əlimə verilən mətni oxuyuram. Bayaq dediniz ki, seçkilərdə uşaqlar da səs veriblər. Bu karusel məntəqəyə gələn uşaqların minməsi üçün qurulmuşdu. Məncə yox, Met. Onların nəsə başqa təyinat olub. Карусель, карусель, это радость для нас. Прокатись на нашей карусели. Psakinin girovlarla bağlı bəyanatı doğrudan da məlumatsızlıqdan qaynaqlansaydı, bəlkə də bunu onun məsum günahlarını siyasına yazmaqla kifayətlənərdik. Amma fərqli situasiyalarda elə Rusiya-Ukrayna məsələsində ən kiçik detalı belə Amerikaya sərf edəcək şəkildə yorumlaması bizə sadəlif olmamaq öyrədir. Əslində kiçik anlamda, Psakiyə böyük mənamda isə dünyaya sərf etməyən həqiqət budur ki, insanlar 20 il gözləməkdən təngə gəliblər və bu yorğunluq həmsədirlərin saysız hesabsız gəlişləri ilə başın altına qoyulan yastığın ora-burasını düzəltməklə danışıqlar layihəsi ilə çıxan deyil. Ona görə də Dilgəm Şahbaz Həsən 20 ildir Fransa, Rusiya, Amerikanın bacarmadığını etdi və sübut etdilər ki, insanın öz torpağına getməsi yaşamaq hüququ və azadlığıdır. Bu azadlıq işğalçılıq marağı ilə toqquşursa, onda hüququn, haqqın adilliyini qorumaq tituluna iddialı dövlət öhdəliyini götürən zəhmət çəkib müdafiə qalxmalıdır. Amma nə baş verir? Dünyanın hansısa bir yerində heyvanın, itin, pişiyin, hətta ağacın hüquqları uğrunda ağdan qara rəngə çevrilənədək dəridən qabıqdan çıxan Amerika bu insanların məhkəməsindən güya xəbərsiz olduğunu bəyan edir. Söhbət yenə gəzib dolaşıb xəbərsizliyin üstünə gəldisə, xanım Psakiyə mənim də bir məlumatım var. Mister və misislər, diqqətlə baxın. Bu görüntülər mənim doğulduğum və bağrından qoparılaraq işğalı ilə səfalətin, mərhumiyyətin qoyuna atıldığım Zəngilanın zəbtinin əksidir. Bu uşaqların içərisində mən də varam, amma seçə bilməyəcəksiniz. Çünki bura yaşlar arasında fərqin silindiyi yerdir. Xanım Psaki ilə elə yaş fərqimiz olmasa da fərqli gerçəkliklərin övladıyıq və övlad olaraq da anamın dağılmış məzarını ziyarət etmək mənim də haqqımdır.
İndi bu haqqı kim mənə verməlidir?